Həmçinə fırlatdım. İndi baxaq. Yaxşı oldu. Təzədən bunu fırladaq. Qoyaq belə. Belə yaxşıdır elə. Düzü. Bunu belə qoyaq bura. Fırladaq həm də biraz. Fırladaq. Fırlatdıq. Qəşəng fırlatdıq. Hə, indi bunları qeydə alırıq. İndi buna basırıq. Deşik oldu. Baxaq, qəşəng deşik oldu. Hə, deşiklər qəşəngdir. Amma bir sözüm var. Baxay, bunları belə eləmək olur. Mən də denəməmişəm. Bunları qeydə aldıq. Buna basırıq. Bu yox, belə yox. Belə də yox, belə də yox, belə də yox. Hə, indi bunlardan denəyək. Belə yox, belə yox, belə yox. Hamısını eyni yerdə qoysaq yaxşıdır. İndi mən sizə bir yolunu göstərirəm. Buna basırıq. Bunu biraz aşağı verək. Sadəcə aşağı yuxarı verməkdir. Bunu da. Bunu biraz yuxarı verək. Eyni olması üçün. Görürük ki burada bu biraz saf olub. İndi düzəltdik. Bunu da yuxarı verdik. İndi yuxarıdan bunun görünüşünə baxaq. Görünüşü biraz pisdir elə bil. Bunu fırladaq, ən yaxşısı. Fırladaq və bura qoyaq. Qoyduq. Qeydə alırıq. Yox, tam qeydə almadıq. Qeydə alırıq. Və buna basırıq. Oldu. Gördüyünüz kimi hələ olmadı. Bilmirəm niyə, amma olmadı. Buna basırıq təzən. Oldu. Baxın nə qəşəng oldu. İndi buna basırıq. Bunun rəngini indi eləyirik. Bunun rəngini eləyək nə? Nə eləsək? Bir rəng seçək. Qara. Qara yox. Qara çox mütür. Yox, yox. Ən yaxşısı bunu girək. Necə yaxşıdır uşaqlar sizə görə? Mavi yaxşıdır. Açıq mavi. Bu yaxşı görünür. Yox, əslində. Məncə bir nancə eləyək. Belə yaxşıdır. Belə biraz qırmızısı. Hə, yaxşıdır. Boz da eləsə olar. Boz eləyək. Boz. Oldu. Yaxşıdır. Amma sizə bir şey deyim. Hə, belə yaxşıdır. İndi bunu biraz yuxarı qaldıraq da. Biraz yuxarı qaldıraq. Aşağısına da ateş şeyini qoyaq bir dənə.
Ataş şeyini koymak için bir tane konus lazımdı. Konusumuzda aktardığımız budur. Aktardığımız bu konusdu. Bilirəm ki, şaşırmısınız. Bilirəm ki, təəccüblənmisiniz. Siz hansı dildə danışırsınız bilmirəm. Amma əsas məsələ odur ki, biz raketimizi düzəldik. İndi necə düzəldirik? Ctrl D-yə basırıq. Shift-ə basırıq. Bunu biraz balaca edirik. Elədik. Gördüyünüz kimi. Sonra qeydə alırıq. Buna basırıq. Bastıq. İndi baxmaq üçün buna yuxarıda bunu seçirik. Bunu seçirik. Bunu qoyuruq bura. Bunu götürürük, qoyuruq bura. Yuxarı qaldırırıq. İndi də bunu belə eləyirik. Sonra buna basırıq. Görürük ki, alınıb. Bunun altına baxaq. Altından baxanda çox alınmış görünmür. Arxaya veririk hələ də. Bir dənə qabağa veririk. İndi bunda veririk. Ctrl D-yə basırıq yenə. Shift-ə basırıq. Bunu biraz balaca edirik. Amma niyə olmadı? Arxaya verək. Təzədən Ctrl D-yə basırıq. Shift-ə basırıq. Bunu biraz belə edirik. Belə. Belə oldu. İndi ne indirik? Bunu biraz böyük edirik. Bu kadar büyük. Aşağıya veririk. Biraz büyük edirik. Bu kadar büyük bastı. Şimdi bunu yok olmadı. Şimdi bunu niye olmadı? Şimdi böyle oldu. Oldu gördüğünüz gibi. Silindiri həmin kimi qoyuruq burada. Bunu belə edirik. İndi də belə edirik. 2 dənə figur var. Görürsünüz. Demək ki ikisi də alınıb. Baxın indi buna. Buna baxaq. Buradan baxaq. Üstəgələ basaq. Üstəgə sıx. Niyə alınmadı? Bunu deşik eləməmişəm. Niyə?
eləməmişəm. Gördüyünüz kimi səhv eləmişəm. Təzədən kontrol de. Təzədən eləyirəm. Hə, uşaqlar. Gördüyünüz kimi mən həminki kimi elədim. Dediyim kimi elədim. Bunu qoyduq bura. Axırıncıdayım. Siz hansı dildə deyirsiniz, mən bilmirəm. Amma mən hər ikisində də danışa bilərəm. Gördüyünüz kimi 2 dənə fiqur var. Hamısını alırıq. Baxaq alınıb. Hə. Bu səfər alındı. Bu səfər çox qəşəng alındı. Gördüyünüz kimi bunu böyük eləyirəm. Bura qoyuram. Böyük elədim. Biraz böyük. Bura qoyuram. Bunu da belə eləyirəm. Hə. Alındı. Gördüyünüz kimi bu da alındı. Bunun rəngini dəyişdirək. Gəlin. Can rəngini dəyişdirək. Rəngini hər türlü eləmək olar, amma bir cür eləyək. Buna basaq. Sonra bu. Bunu biraz ağ eləmək üçün biraz boz. Belə yaxşıdır. İndi biz nə edirik? Biraz çətin ola bilər bu. Amma bununla daha asan.